Salam. Bilirsinizmi ki, Azərbaycanda kişilər üçün orta evlilik yaşı artıq 30-u keçib. Rəsmi rəqəmlər bəli, məhz bunu göstərir. Bugün sizin bizə göndərdiyiniz mənbələr əsasında bu çox maraqlı, amma həm də necə deyim, biraz həssas mövzunu araşdıracağıq. Yəni, kişilərin evliliyə marağının azalma səbəbləri nələrdir? Məqsədimiz təkcə səbəbləri saymaq yox, həm də onların bir-biri ilə əlaqəsini anlamaqdır. İqtisadi, sosial, psixoloji təzyiqlər bu mənzərəni necə yaradır, ona baxacağıq. Yeri gəlmişkən, əgər bizi YouTube platformasında izləyirsinizsə, xahiş edirik videonu bəyənin və kanalımıza abunə olmağı unutmayın. Sizin dəstəyiniz həqiqətən bizə daha çox belə məzmun hazırlamaq üçün stimul verir. İndi isə gəlin birbaşa məsələnin özünə keçək. İlk baxışda hansı səbəblər daha çox diqqət çəkir? Salam. Baxın, sizin göndərdiyiniz materiallarda ilk növbədə iqtisadi çətinliklər çox aydın şəkildə görünür. Və burada söhbət təkcə o hamının dilində olan bəzən 10 minlərlə manata başa gələn toy xərclərindən getmir. Məsələ daha dərindir əslində. Mənzil problemi var, çox ciddidir, qiymətlər yüksək, ipotek almaq demək olar ki, çox çətindir, kiraya qalmaq da uzun müddətli bir həll yolu deyil axı. Üstəlik bir də var, stabil gəlir məsələsi. Xüsusilə gənclər üçün, regionlarda yaşayanlar üçün daimi iş tapmaq, yaxşı maaş almaq çətindir. Bütün bunlar yığılanda ortaya ailənin o maddi məsuliyyətini daşımaq qorxusu çıxır. Bu da təbii ki, evlilik qərarını gecikdirir. Deməli bu sırf bir istək məsələsi deyil, həm də real, yəni maddi imkanlarla bağlıdır. Bəs sosial tərəfi, cəmiyyətin özündə də dəyişikliklər var axı. Tamamilə doğrudur. Düz vurğuluyursuz. İqtisadi amillər çox vacibdir, amma hər şey bununla bitmir əlbəttə. Mənbələrdə sosial normaların, dəyərlərin necə dəyişdiyi də çox qabarıq göstərilir. Baxın, indi həm kişilər, həm də qadınlar təhsilə, karyera qurmağa daha çox üstünlük verirlər. Bu özü-özlüyündə evlilik yaşını yuxarı çəkir. Başqa bir tərəfdən, boşanmaların sayının artması var. Bu da insanlarda istər-istəməz bir inamsızlıq, hətta bir, uğursuzluq qorxusu yaradır. Fərdiyyətçilik güclənir, o subaylıq sultanlıqdır fikri, daha çox səslənir sanki. İnsanlar evliliyin gətirə biləcəyi məhdudiyyətlərdən çəkinirlər. Bir də o mənbələrdə uyğun namizəd tapmağın çətinləşməsi məsələsi də var idi. Bu da maraqlıdır əslində. Görünür, insanların gözləntiləri də çox fərqlidir indi. Bəli, bu çox vacib məqamdır. Dəyərlər fərqlidir, həyata baxış fərqlidir. Texnologiyanın, sosial medianın da təsiri az deyil axı. Virtual ünsiyyət bəzən o real münasibət qurmaq ehtiyacını azaldır. Hətta bəzi materiallarda subaylıq sindromu kimi bir ifadə də var idi. Qeyri-həsmi birlikdə yaşama kimi alternativlərdə bəzilərinə daha cəlb edici gəlir. Və təbii ki, qadınların iqtisadi cəhətdən daha müstəqil olması, bu da kişilərin o ənənəvi roluna, gözləntilərə öz təsirini göstərir. Bütün bunlar onu göstərir ki, ailə anlayışı özü bir transformasiya, bir dəyişim dövründədir. Ənənəvi gözləntilər, məsələn o böyük toy tələbi ilə, müasir istəklər, yəni fərdi azadlıq, karyera kimi şeylər arasında bir toqquşma var. Yaxşı, iqtisadi və sosial təzyiqlər aydındır. Bəs işin psixoloji tərəfi necə? Mənbələrdə bu barədə nə deyilir? O ailə məsuliyyətindən qorxmaq real bir faktordurmu yoxsa? Şübhəsiz. Psixoloji faktorlar və o məsuliyyət qorxusu da bu mürəkkəb tapmacanın belə deyək vacib bir parçasıdır. Ailə qurmaq həqiqətən də böyük öhdəliklər gətirir. Bəzi mənbələr qeyd edir ki, kişilər arasında bu məsuliyyətdən bir növ yayınma, çəkinmə meyli var, amma bu təkcə məsuliyyətdən qaçmaq kimi deyil. Həm də yanlış seçim etmək qorxusu var. Ciddi məsələdir. Evlilik axı həyatın ən vacib qərarlarından biridir. İnsanlar səhv etməkdən çəkinir, haqlı olaraq. Sonra potensial ailə daxili münaqişələr qorxusu da var. Məsələn, valideynlərin münasibətə həddən artıq qarışması ehtimalı. Bu da bəzilərini bu addım atmaqdan saxlayır. Bax, bu psixoloji qorxular, məsuliyyət, uğursuzluq, səhv seçim etmək qorxusu, o dediyimiz iqtisadi qeyri-sabitlik, sosial təzyiqlərlə birləşəndə evlilik qərarı vermək həqiqətən də çox çətinləşir. Bu isə bizi başqa bir vacib suala gətirir. Bəs gənclər bu qorxuları, bu çətinlikləri aşmaq üçün hansı dəstəyə ehtiyac duyurlar əslində? Deməli, belə çıxır ki, sizin təqdim etdiyiniz mənbələr əsasında apardığımız bu dərin araşdırma göstərir ki, Azərbaycanda kişilərin evliliyə marağının azalması tək bir səbəbə bağlı deyil. Bir çox amilin
iqtisadi, sosial və psixoloji mürəkkəb qarşılıqlı təsirin nəticəsidir. Bunlar hamısı bir-birinə bağlıdır və ümumi bir tendensiya yaradır. Evlilik yaşı artır, evliliyə maraq isə azalır. Yəni yüksək xərclər, işsizlik, mənzil problemi, dəyişən dəyərlər, fərdi azadlığa meyl, bir də üstəlik müxtəlif psixoloji qorxular. Bunlar hamısı əsas təsir edən güclərdir. Bəli, vəziyyət təkcə fərdlərin şəxsi seçimi deyil. Bu, bütövlükdə bizim cəmiyyətdə, ailə institutunda baş verən daha dərin dəyişikliklərin, transformasiyaların bir əksidir, göstəricisidir. Onda qeyd etmək lazımdır ki, bəzi mənbələrdə potensial çıxış yollarına da işarə edilir. Məsələn, dövlət tərəfindən mənzil təminatı proqramları, gənclər üçün iş yerlərinin artırılmasına yönələn dəstək tədbirləri, bunların gücləndirilməsi kimi məsələlər qeyd olunur. Çox maraqlı müzakirə oldu. Bütün bunları nəzərə alaraq, əziz dinləyicilər, sizin bu mövzu ilə bağlı şəxsi təcrübəniz və ya müşahidələriniz nədir? Sizcə bu tendensiyanın kökündə dayanan əsas səbəb hansıdır? Və gələcəkdə bizi nə gözləyir? Nələr dəyişə bilər? Fikirlərinizi şərhlərdə bizimlə bölüşməkdən çəkinməyin. Bizim üçün çox maraqlıdır.